Salam əzizləyicilər, mən Leyla Yusifli. Bugün sizə məntiqdən kublar mövzusunu pozan üzərində bir neçə sual üzərində izah eləyəcəm. Deməli, burada qarşınızda gördüyünüz kubun açılış formasını gəlin birlikdə pozanın üzərində necə rahat şəkildə həll edirik onu göstərək. Deməli, ilk öncə ən mərkəz hissəni götürürsünüz. Fiqurda göstərilən ən mərkəz hissəni. Gördüyünüz kimi ən orta hissədə x dayanıbdır. Fərqi yoxdur. Pozanın hansı hissəsindən başlasanız, yəni heç bir fərqi yoxdur. Rahat şəkildə həll edə biləcəksiniz. Məsələn, pozanımız bizim hal-hazırda düzbucaqlı formasındadır. Gördüyünüz kimi kub formasında olmasına belə ehtiyac yoxdur. Yəni rahat şəkildə biz bunun üzərində verilən cavab variantını müəyyənləşdirə biləcəyik. Deməli, ən mərkəz hissədə x dayandığına görə, baxın, sizə baxan hissədir bu. Sizə baxan hissəyə x-i qeyd edirsiniz. Məsələn, biz buradan x-i qeyd elədik. Aha. Daha sonra bu x-in üstü yarımçıq formada qara olduğuna görə biz də qaralayırıq. Məsələn, bir hissəsini qaralasanız kifayət edir əslində. Məsələn, üst hissəsi qaradır, gördüyünüz kimi. Alt hissəsi ağ olan bir fiqur dayanıbdır. Daha sonra geri qayıdıram. Daha düşürəm bu x-dən alt hissəyə. Çünki altda bizdə dairə verib. X-in alt hissəsinə dairəni qeyd edirik. Dairəni qeyd etdikdən sonra təzədən yenə qayıdıram x olan tərəfə. X-in sol tərəfində bizdə şəkildə hansı fiqurdursa onu yerləşdiririk. Baxın, olduğu kimi yerləşdiririk. Təzədən x tərəfə, x olan üzə qayıdırıq və bu x-in sağında hansı fiqurdursa onu qeyd edəcəyik. Gördüyünüz kimi x-in sağında qaradır deyə biz də qaraldırıq bütöv şəkildə. Bu qaranın da sağ tərəfində bir dənə də üzü olduğuna görə onu da olduğu kimi həmin bizim pozanımızın üzərində çəkirik. Bu şəkildə olan bir olduğu diaqonal. İndi isə qaydaq həmin bu x-ə və variantları uyğunlaşdıraq. Məsələn, A bəndinə baxırıq. A bəndində bizdə öndə hansı fiqurdursa, onu pozanda əlimizdə fırladıb gətiririk. Öndə bu fiqurdur, sağında isə x-dir. Amma üstünə baxanda A variantında diaqonaldır. Burada isə bu fiqur olduğuna görə deməli A variantı düzgün variant deyil. İndi keçirik B variantına. Öndə qaradır, üstündə diaqonaldır. O formaya gətirməyə çalışaq. Məsələn, qara, üstündə də diaqonal olduğu kimidir. Sağında isə dairə, bəli, deməli doğru variantımız B bəndidir. Az öncə işlədiyimiz test tapşırığı kubun açılışını vermişdi, qapanışını soruşurdu. İndi isə qapanışı müəyyənləşdirəcəyik. Hal-hazırda qarşınızda gördüyünüz test tapşırığında deməli bu formada dayanıb gördüyünüz kimi kub. Bu bizim ön hissəmiz olsun, bu üst, bu da sol tərəf. Ön hissədəki fiqur necədirsə olduğu kimi çəkəcəm. Bu şəkildə bir diaqonal veribdir bizə. Bu hissəsi rəngli olan, bir hissəsi ağ olan. Üst hissəsində nöqtə verib. Diqqət eləyin ki, nöqtə qaraya yaxındır. Qara üzə tərəf yaxındır. Yəni, bu tərəflərdə deyil. Sol tərəfində isə, iki tərəfində də qara üçbucaq olan. İndi gəlin variantları uyğunlaşdıraq. Məsələn, A variantında görürəm ki, üst hissədə bu fiqurdur, öndə isə nöqtə dayanıbdır. Bu şəkildə saxlamağa çalışaq. Baxıram ki, nöqtə öndə, üst hissə isə A variantında olduğu kimidir. Bəs bu üz, gördüyünüz kimi bu üzdə olduğu kimi dayanıbdır. Deməli, doğru variantımız A bəndidir. B bəndinə baxaq, niyə düz deyil? Məsələn, B variantında nöqtə yuxarıda bu formada dayanıbdır. Öndə isə, baxın, bu hissədə üstə gəl verib, amma bizdə bu fiqurdur. Deməli, uyğun deyil, üst-üstə düşmür. Niyə C variantı deyil, ona baxaq. Nöqtəni qoyub arxaya, ön hissəyə isə
belə bir fiqur qoyub, amma bizdə bu fiqurdur. Ön hissəyə üç bucaq qoyub, bayaq çəkdiyimiz üz vardı ya, hansı ki bu üz, bunu ön hissəyə qoyub. O da uyğun deyil axı. Gördüyünüz kimi hal-hazırda bizim qarşımızda bu şəkildə dayanır. D variantına baxaq. Məsələn, D variantında isə ön hissədən nöqtədir, yuxarıda. Bu şəkildə dayanıb. Onun sol tərəfində, bu şəkildə. Onun sol tərəfində bu üzdür. Hal-hazırda bizdə yuxarıda görünən. Gördüyünüz kimi sola düşsəydi D variantı düzgün olardı. Deməli, D bəndi də düzgün deyil. Həmçinin Y variantına da baxsaq, bu üz sola düşüb. Bunun sağ tərəfinə, yəni ön hissəyə isə gördüyünüz kimi tərs formada qoyulub.